Salam əziz və dəyərli dostlar, hər birinizi salamlayıram. Bugün iyun ayının 20-si səhər saat 9-dur və mən uzun yol çıxıram bugün. Krakov şəhərinə gedirəm dostlar. Getməkdə məqsədim də bugün internet üzərindən bir maşın tapmışam və o maşını almaq üçün Krakov şəhərinə gedirik. Hal-hazırda bir dostumuzu gözləyirəm, o gəlsin, birlikdə gedəcəyik. Yolumuz uzundur, təxmini 400 kilometr yolumuz var. Əziz dostlar, mən bilirəm ki, ümumiyyətlə bura gələn və gəlmək istəyən insanlar düşünürlər ki, və sonra gedəndə maşını necə alacağıq? Ümumiyyətlə maşın almağın ən rahat yolu nədir? Mən bunların hamısını detallı olaraq sizlərə çəkib göstərəcəm dostlar. Bəzi dostlar suallar verirlər, orada maşın bazarı varmı? Xeyr dostum, burada maşın bazarı yoxdur. Ümumiyyətlə maşınların ən rahat alınmasını mən sizlərə göstərəcəm. Dediyim kimi, yəni internet üzərindən, hansı saytdan, hansı qiymətə, bunları mən çəkib göstərəcəm sizlərə. Səni fərzamələr atdı, qapı ünvanələr tutdu. Əziz dostlar, yoldayıq hal-hazırda, Krakov istiqamətinə gedirik. Haradasa 150 kilometr yol gəlmişik, 160-170 kilometr yolumuz qalıb. Gəldik avtobanda, yol kənarında marketə girdik, biraz istirahət eləyib, birazdan yolumuza yenə davam eləyəcəyik. Addım-addım bu maşını necə tapmışıq? Əvvəlcə o haqda sizə danışmaq istəyirəm. Dostlar, burada ümumiyyətlə Polşada müxtəlif saytlar var, OLX var, Otomoto var. Mənim ən çox istifadə etdiyim sayt Otomotodur, bu da göstərə bilərəm sizə. Otomoto saytından maşınları tapa bilərsiniz. Mən də yəni bu saytdan həmin maşını tapdım və yenə deyirəm, əgər sizin polyak və ingilis dil biliyiniz yoxdursa, siz həmin adamdan yazışa da bilərsiniz. Keçək şərhlərə. Ramin Cabrailov yazıb, sağ ol qardaş, yəqin videoya görə deyil. Kamil yazıb, sağ ol qardaş, mən səninlə fəxr edirəm, minnətdaram xoş sözlər üçün qardaşım. Ruslan Əliyev yazıb, salam əleyküm, necəsən qardaş, məlumatlar üçün təşəkkür. Sizə də təşəkkür edirəm. Həmid Əsədov yazıb, çox sağ ol qardaş, sualları cavabsız qoymursan, bacardığım qədər vaxt olduqca, yəni hər bir insanın sualına cavab verməyə çalışıram. Valid yazıb, salam Rəşad uğurlar, minnətdaram Valid, çox sağ ol. Elnur Dəmirov yazıb, Bakıdan ateşli salamlar, sağ ol Elnur, var olasınız qardaş. Cavidan Mənzilov yazıb, salam qardaş, ortalama maaşlar nədir, ingilis dilini bilirəm. Cavidan ümumiyyətlə baxır, sən harada işləyəcəksən, ingilis dili bilmək ümumiyyətlə üstünlükdür. Yəni bir plus üstünlükdür. Yəni burada mən kifayət qədər insanlar tanıyıram, heç ümumiyyətlə dil biliyi yoxdur. İstər Ukraynalılar olsun, istər bizim millətdən olsun. Yəni fərqi yoxdur. Yəni burada kifayət qədər insanlar var ki, ümumiyyətlə dil biliyi olmadan burada kifayət qədər pullar qazanırlar. Amma dil biliyi olmaq təbii ki, hər bir belə deyim, addımda sənin öz üstünlüyündür. Yəni bunu da biləsən. Daha sonra bir qardaş yazıb, sürücülük vəsiqəsini Azərbaycanda 60 AC ilə qlobal edirlər. Səhv eləmirəmsə 6 aydan sonra problem olmur, düzdür. Qardaş, ümumiyyətlə sürücülük vəsiqəsini beynəlxalqdır belə deyim. Azərbaycan olsun, Gürcü olsun, fərqi yoxdur. Qardaş, Polşada ümumiyyətlə səni kimsə saxlayıb soruşmur ki, qardaş, sənin sürücülük vəsiqən nədir, nə deyil. Sadəcə sürücülük vəsiqəndə ingilis dilində tərcüməsi olmaq kifayətdir. Yəni bunu özünüzə problem eləməyin. Sürücülük vəsiqəniz varsa rahat şəkildə burada maşın idarə edə bilərsiniz. Kobra yazıb, uğurlar qardaş, minnətdaram. Haron yazıb, qardaşım məndə Opel Corsa'dır, nakladkaları almaq istərdim. O dükanından olarmı? Əgər olarsa ünvanı yazda bir zəhmət. Oldu qardaş, inşallah həmin o axırıncı videomda çəkdiyim o dükanın ünvanı mən sizlər üçün yazacağım. Camal yazıb, Rəşad, Polşa pravası alanda bizim prava necə olur? Özündə qalır, yoxsa təhvil alırlar? Camal, qardaş, yox, prava sənin özündə olur. Sadəcə sən, yenə deyirəm, o pravanı dəyişdirmək ehtiyac deyil. Yəni, zaten mən bundan öncə də demişəm, illərlə burada Azərbaycan pravasından maşın sürən uşaqlar var. Yəni,
problemsiz idarə edirlər. O pravanı tərcümə eləmək, əgər ehtiyac olsa nə vaxtsa elədərsən. Zaten prava da sənin özündə qalır. Onun bir dənə tərcüməsini təsdiqini elədirsən və salam. O da ki, yəni onun rüsumu da deyim 150-200 zlotdur səhv eləmirəmsə. Amma bugünkü gün ehtiyac yoxdur. Cəlal Ələkbarov yazıb, bütün izahlar, cavablar üçün təşəkkür qardaş. İnşallah 15 günə gəlirəm Polşaya, qismət olsa görüşərik. Cəlal, Allah yolunu açıq eləsin qardaş. İnşallah gələrsən sən də, qismət olar görüşərik. İslam Yusubov yazıb, uğurların davamlı olsun qardaş. Qismət olsa gəlib görüşəcəm sizinlə. İnşallah İslam, Allah yolunu açıq eləsin qardaş. Camal Rzayev yazıb, İnşallah qışa ora gəlməyəmə az qalıb. İlk öncə zavod, fabrikdə işləyəcəm. Daha sonra taksiyə keçəcəm inşallah qardaş. Yəni taksi işi də burada sərbəstdir. Yəni istənilən insan gəlib burada taksi fəaliyyətinə məşğul olar. Ola bilər daha doğrusu. Daha sonra Vəfadar Əkbərov yazıb, salam qardaş. Taksi kimi aylıq olaraq az və çox nə qədər qazanmaq olur təxminən bizim pulla? Zəhmət olmasa deyərdim. Uğurlar işində qardaş. Bir burada dostumuz var, o da taksi fəaliyyətindən məşğuldur. Yəni arendaya maşın sürür. Yəni bu taksi qazancını bir onun dilindən də eşitmək istərdim mən. Qardaşlar yazıb, deyir ki, məsələn orada nə qədər qazanmaq olur, ümumiyyətlə taksi ilə? Ümumiyyətlə taksi fəaliyyətindən məşğul olmağa dəyərmi, gəlməyə dəyərmi? Bax bu barədə nə deyə bilərsən? Bax sən də bir Dəyər, pis deyil. Pis deyil. Bax məsələn arendaya maşın sürürsən də qardaş. Bax nə qədər verirsən arendaya maşın? Maşının kirası nədir? 400 həftəlik. 400 zlot həftəlikdir. Başqa digər rasxodları nədir? Ümumiyyətlə taksi fəaliyyətinə məşğul olmaq istəyən insanın rasxodları nədir həftəlik? Rasxodları bu düşü, yəni indi burada bir qalmaqdır. Qalmaqdır. Yəni burada hostellər var. Həftəlik də var, aylıq da var. Həftəlik 150 zlotdur. İndi biraz yuxarı qalxıb 170 zlota. Aha. Yəni həftəlik 100, aylıq hardasa 600-700 zlot hosteldir qalmaq. Gündəlik Uber'in 12 saatını doldura bilsən, artıqlamasıyla yetir yəni. Məsələn, indi rəqəm də çox insana maraqlıdır. Yəni rəqəm yəni olur, indi zəif günü də olur, pis günü də olur, həftənin yaxşısı da var, pisi də var. Həftə içi ortalama standart yəni elə bilirəm ki 400-ün üstünü işləyirsən, 450, 500, yəni bax bu aylar. Bəli. Gündəlik 400 zlot. Yəni ortalama belə deyim qardaşlar, yəni əgər taksi işləmək istəyirsənsə, təbii ki taksi işi də əziyyətli işdir. Yəni minimum gündəlik, yəni 400 zlot. 400 zlot sən işləməlisən ki, ən azından sən 400-ü də hər tərəfli işləyirsən, yəni həftə içində bu aylar, misal üçün yay ayları 500-ü işləməlisən 12 saata, variant yoxdur. Yəni işləmək də mümkündür da, yəni. Mümkündür. Hər tərəfli işləmək mümkün. 12 saatı doldurursansa da mümkün yoxdur ki, yəni o 500-ü işləməyəsən. Yəni ki, qardaş, hər bir şey özümüzdən asılıdır, yəni. Həftə axırları daha yaxşı olur, həftə sonu daha yaxşı olur, yəni. Həftənin sonları hansı günlər məsələn? Məsələn, 5-ci günləri şənbə və bazarda. Şənbə və bazar. 5-ci gün axşam da yaxşı olmalıdır da, bir də deyim. 5-ci gün axşam. Məsələn, onda həftənin 3 günü nə qədər işləmək olur? Bax bu 3 gündən vallahi 3 günü belə deyim də. Maksimum məsələn sən nə qədər işləmisən? Bax indi məsələn elə belə. Belə danışaq. Olur ki 5-ci gün günorta başlayıb 6-cı gün, yəni sabaha qədər 1000-1200 zlot işləmişəm. Olur. Yəni Harun yazıb, qardaşım salam, nəhayət gəlib Varşavaya çıxdım. Fevraldan bəri sənin bütün videolarına baxıram və rəy yazıram. Çox sağ ol qardaş, minnətdaram. Mənə motivasiya oldun sən. Özümə burada Opel Corsa aldım. İnşallah sənədlərimi taksi lisenziyası üçün yığıram. Bir dənə tibbi arayış və taksi texniki baxışım qalıb. Onlar da həll edib başlayacağam işləməyə. İnşallah qardaş, sənə uğurlar arzulayıram. Çox sevindim ki, yəni mənim videolarıma baxaraq yəni bura gəlmisən. Allah yolunu açıq eləsin. Kobra yazıb, qardaş bir söz soruşum, bu Ukraynalı qaçqınların gəlməsindən sonra Polşada nəsə bir dəyişiklik varmı? İşlərin azalması və ya produkt qiymətlərində fərq varmı? Əziz qardaş, yox, bu sualı mənə bir neçə nəfər də veribdi ki, yəni Ukraynalıların ora gəlməsi hər hansısa işə təsir edirmi? Bəli, işə təsir edir, amma yaxşı mənada təsir edir. Çünki özünün məntiqən bir fikirləş, yəni əhalinin çoxalması taksiyə də tələbatın artması deməkdir. Babək İsmailzadə yazıb, uğurların bol olsun, Allah üstünə getsin. Sağ ol Babək, minnətdarım qardaş. Elnur Qocayev yazıb, salam Rəşad qardaş, necəsiz? Sizin videolarınızı çox bəyənirik. Sizdən bir xahiş
xahişimiz var. Market qiymətlərində də video çəkərsiniz. Təşəkkürlər. Yəni mütləq inşallah, yəni qardaş bu market qiymətləridir. Ümumiyyətlə burada olan ümumi rasxodlar barəsində də bir video hazırlayıb sizlərə təqdim edəcəm inşallah. Daha sonra bir qardaş yazıb, salam qardaş, səni izləyirik, əla motivasiya edirsən. Sualım budur ki, mən ehtiyatlı olan hərbiçiyəm, pensiyaya çıxmışam 3-cü qrupla. Mən ora gələ bilərəmmi və gəlsəm buradakı pensiyama bizim dövlət müdaxilə edərmi? Yox qardaş, yəni onun heç bir müdaxiləsi ola bilməz. Yəni mənim fikrimcə, yəni niyə də ki dövlət sənin o pensiyana müdaxilə eləməlidir? Sən qaçqın yolla gəlmirsən ki, sən rəsmi işə gəlirsən bura. Daha sonra Cabbar yazıb, salam brat, taksi işləri şəxsi maşının markasını ilinə önəm verilir. Yəni 2002-2003-cü il maşınlar qəbul olunurmu? Qardaş, Boltda belə deyim Cabbar, yəni Bolta salmaq olar. Yəni o köhnə maşınları mən görmüşəm, yəni şəhərdə 99-un, 2002-nin, yəni BMW-lərini də görmüşəm, Mercedes-lərini də, Çeşkalarını da görmüşük. Yəni burada köhnə maşınlarla Bolt işləyən var, amma bildiyim qədər Uber'də ili 2006-dan və Euro 4 olmalıdır maşın mütləq şəkildə. Yəni mümkündür. Yəni mümkün olmayan bir şey yoxdur. Yəni köhnə maşınlarla da işləyə bilərsiniz. Yəni bu qədər əziz dostlar, yəni sizdən gələn şərhləri cavablandırmağa çalışdım. Ümidvaram ki, yəni bu cavablarımız da sizə qane eləyər. Gəldik qardaşlar, bax. Maşınımız da budur. İndi çatdıq. Krakovdan bir 50-60 kilometr məsafədə, bax belə bir kəndin içində. Hoppa, çatdıq. Dostlar, gəldik, çatdıq. Krakovdan bir 60 kilometr məsafədə yerləşən, bax belə bir yerə gəldik. Arxasınca gəldiyimiz maşın da budur. Mənim telefonumu ver, zəng eləyək. Hamza. Deyərəm, nə gözəl yerdə. İyiyə baxsana. Hanım, mənim telefonumu verdi. A lot of less money. How much it is? This is 6,000 and here is here is 8,000. 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, Sayını trifdən abi. 17, 18, 19, 20. Dobra. Okay, sorry. Nie wiem. Can you give me my paper? This is for me, yeah? Yes, And and seniority? sign. Maybe. Okay. Gel buraya, gel. Elə çəkib. Acep kadar. Əziz dostlar, maşınımızı da aldıq. Umuvamızı yazdıq. İnşallah yolçu yolunda gərək. Yolumuza davam. Düzü Varşavaya. Step 1, wake up early, gonna rise with the sun. Step 2, get some good, some food in you. Step 3, think real hard about what you wanna be. Step 4, everybody just do your thing. Wake up, today's gonna be a good day. 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 Yo, set your affirmations, aspirations. I got shit to do, the aftermath of preparation. Good food, good mood, blood in circulation. One step at a time, yeah, that's how you make it. Set a goal you control and the steps you take them. I try to pick one thought, have some concentration. And if I make a mistake, it's called education. I try to do this every day, call it replication. Wake up,
today's gonna be a good day. Wake up, today's gonna be a good day. Wake up, today's gonna be a good day. Wake up, today's gonna be a good day. Wake up, today's gonna be a good day. Wake up, today's gonna be a good day. Wake up, today's gonna be a good day. Wake up, today's gonna be a good day. So life ain't easy, yo, I think there's a reason, though. Ups and downs, just like every different season, yo. Sometimes I'm high, other times I'm barely breathing, though. I always gotta fight and hide from the demons, yo. Negative thoughts are poison, they rot. Head full of flies, so here come the clouds. They'll never stop unless I can swap all the bad for the good in my head when I'm lost. Yeah, so I'ma fake it till I make it. Positive thoughts are overtaken, I got patience. One day at a time is how you operate a cadence. A flow, you grow, you show yourself a foundation. Stay away from all the shit that causes temptation. I know that I like to do it cause it's sensation. I live my life in my head like a narration. Don't expect greatness, do my best, man, I'll take it. Wake up, today's gonna be a good day. Wake up,